لبيك اللهم لبيك لبيك لا شريك لك لبيك إن الحمد والنعمة لك والملك la şerike lek. Değerli ümretçiler, aziz kardeşler, muhterem bacılar. Alemlerin Rabbi olan Allah'a sonsuz hamdü senalar olsun. Onun sonuncu peygamberi Muhammed sallallahu aleyhi ve selleme, onun ailesine, sahabelerine, ehli beytine ve kıyamet gününe dek onlara güzel şekilde tabi olanlara Allah'ın salavatı, salamı, hayır duası, bereketi olsun. Həmd olsun uca Allah'a. Allah Teala bizleri güzel, mübarek, eminamanlıqlı vətən olan, memleket olan Məkkə şəhərinə bizleri çatdırdı. Həqiqətən də buna müvəffəq olmaq böyük xoşbəxtçilikdir, böyük saadətdir. İnşallah bizler Məkkə şəhərinə gedib çatdıqdan sonra İlk olarak yerleşeceğiz. Sonra namazlarımızı kılıp ümre ziyaretini etmeye başlayacağız. Ümre ziyareti nedir? Nece yerine getirilir? Onun esasları, sünneleri nelerdir? İstəyirəm bir neçə kəlmə bu haqda danışam. Değerli cemaat, ümre sözünün mənası ziyaret etmek demektir. Ziyaret etmek demektir. Ümre sözünün mənası. Şəriətdəki mənası ise ümre, Allah rızası üçün ihrama girib, gəlib Kəbəni 7 dəfə tavaf edib, sonra Səfa və Mərvə dağları arasında 7 dəfə səy etməkdir. Ümrənin mənası budur. Ümre ziyaretini etmek için her bir Müslüman kişi ve kadın ilk önce niyet etmelidir. Buna deyilir ihram. El-ihramu yani ümre için niyet etmek. Ümre için niyet eden zaman qabaqcadan bəzi əməllər var. Bəyənilən, yaxşı olan əməllər. İhrama girməmişdən qabaq yaxşı qusul alıb yuyunmaq, temizliğe fikir vermek, temizlenmek, sonra ihrama girmek. İhrama girerken kadınlar öz gündəlik şer'i geyimlerinde girip dahil olurlar. Yalnız üzlerin ve ellerin açırlar, elde əlcək varsa çıxarırlar ve gündəlik şer'i geyimlerinde ihrama girirler. Kişiler ise ihrama girerken bütün bədəndə olan tikili paltarların hamısını çıxarırlar. Köynəkdir, şalvardır, corabdır, bütün alt, üst geyimler hamısı ve sonra izar ve ridadan ibaret olan bu iki ağ rəngdə olan demək geyimi geyinirlər. Bütün bunu geyindikten sonra miqat adlanan yerde niyet olunur. Lebbeyk Allahümme umraten. Allah'ım ümre etmək üçün senin huzuruna gəlirəm. Gəlirik ilk önce Məscidül Harama, Kəbənin yanına. Kəbənin yanında El-Hacerul Asvad olan künc var. Qara daş olan künc. Qara daş olan küncə tapıb ora çatırıq və sağ əlimizi qaldırırıq. Bismillah, Allahu Ekber deyib küncə salam veririk. Ondan sonra başlayırıq Kəbəni tavaf eləməyə. Düz 7 dəfə. Qaradaş olan küncdən başlayırıq. Bismillah, Allahu Ekber deyirik. İki əlimizi qaldırmağa ehtiyac yoxdur. Yaxud məsələn ora müəyyən hər hansı bir məsələn bəziləri göndərir, ürək göndərir, nə bilim gül göndərir, öpüş göndərir. Belə şeylərə ehtiyac yoxdur. Sağ əlimizi qaldırırıq. Bismillah, Allahu Ekber. Başlayırıq Kəbəni tavaf eləməyə. Kəbəni tavaf edən zaman başınızı açın. Mütləq dəstəmazlı olmalıyıq. Mütləq və mütləq dəstəmazlı olmalıyıq. Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, Kəbəni tavaf etmək namaz qılmaq kimidir. Ona görə mütləq dəstəmazlı olmalıyıq. Tavaf edən zaman çoxlu zikirlər edirik, dualar edirik, öz dilimizdə bildiyimiz dualardan edirik
Beləcə Kəbənin ətrafında 7 dəfə dövr edirik. Dövr edən zaman Yəmən küncü ilə Qaradaş olan künc arasında bu duanı oxuyuruq. Rabbənə ətinə fid-dünya həsənətən və fil-əxirəti həsənətən və qina əzəbən-nar. Ey Rəbbimiz, bizə həm bu dünyada yaxşılıqlar bəxş et, axirətdə yaxşılıqlar bəxş et və bizi cəhənnəm əzabından qoru. Ta Qaradaş olan küncə gəlib çatanda. Çatan zaman artıq biz bir tavafı tamamlayırıq. İkinci tavafa başlayan zaman yenə əlimizi qaldırırıq. Bu dəfə ancaq Allahu Akbar deyirik. Daha Bismillah demirik. Bismillah əvvəldə olur. Allahu Akbar deyirik, sonra yenə dövr edirik. Yenə dualar, zikirlər. Sonra gəlirik üçüncü dəfə Qaradaş olan küncə Allahu Akbar deyib yenə əlimizi qaldırıb üçüncü dövr edirik. Beləcə 4, 5, 6 və 7-ci dövrü edirik və 7-ci dövrəni edib bitirdikdən sonra artıq Qaradaşa salam verməyə ehtiyac yoxdur. Oradan ayrılıq. Demək, İbrahim məqamını namazgah götürərək 2 rükət namaz qıllıq. Məscidin hər hansı bir yerində inşallah bu namazı Allahın köməyi ilə qılacaq. Bilənlər yaxşı olar ki, 1-ci rükətdə Kafirun surəsin, 2-ci rükətdə İxlas surəsini oxusunlar. 1-ci rükətdə Kafirun, 2-ci rükətdə İxlas surəsini oxusunlar. Namazımızı qıldıqdan sonra sünnədir ki, zəmzəm suyundan içək. Peyğəmbər s.ə.v içib. Həmçinin oradan başımıza tökə bilərik. Bu da sünnədir. Orada yəni soyuq zəmzəmlər də var, isti zəmzəmlər də var. Siz səhhətinizi nəzərə alaraq çalışın isti, ilıq zəmzəmdən için. Zəmzəmlərimizi içdikdən sonra gedəcəyik Səfa dağına tərəf. Və Səfa dağına tərəf gedirik, çünki səy etmək üçün 7 dəfə Səfa və Mərvənin arasında. Gəlirik Səfa dağına, üzümüzü çeviririk qibləyə tərəf və dağın üzərində olan zikir var, onu oxuyuruq. La ilahə illəllahu vəhdəhu la şərikə ləh, ləhul mulku və ləhul hamdu və huvə alə kulli şeyin qadir. La ilahə illəllahu vəhdəh, əncəzə va'dəhu və nasara abdəhu və həzəməl əhzəbə vəhdəhu. Bu zikri etdikdən sonra əlimizi qaldırıb dua edirik. Əlimizi qaldırıb dua edirik. Azərbaycan dilində öz dilimizdə dualarımızı edirik. Dua edib bitirdikdən sonra əlimizi yendiririk aşağı, yenə o zikri oxuyuruq. Yenə o zikri oxuyuruq. Zikri oxuduqdan sonra əlimizi qaldırıb yenə dua edirik. Sonra dua edib bitirdikdən sonra zikri yenə oxuyuruq. Və zikri oxuyub qurtardan sonra əlimizi qaldırıb dua edirik və sonra duamızı bitirdikdən sonra gedirik Mərva dağına tərəf. Səfa ilə Mərva arasında gedərkən çoxlu zikirlər, dualar olunur, amma əlimiz qaldırılmır. Əlimiz qaldırılmır və çoxlu zikirlər, dualar edilir. Birdən, yəni kimisə dəstəmazı pozulsa, davam eləyə bilər. Səfa və Mərvə dağları arasında gedib gələrkən dəstəmazlı olmaq şərt deyil. Səfadan Mərvaya qədər artıq bir səydir. Bir səy. Gəlib çatırıq Mərva dağına, üzümüzü çeviririk qibləyə tərəf, zikri oxuyuruq. Zikri oxuduqdan sonra əlimizi qaldırıb dua eləyirik. Dua etdikdən sonra əlimizi aşağı yendiririk, yenə zikri oxuyuruq. Zikri oxuduqdan sonra əlimizi qaldırıb yenə dua eləyirik. Dua eləyib bitirdikdən sonra əlimizi aşağı indirib yenə zikri oxuyuruq. Zikri oxuduqdan sonra əlimizi qaldırıb dua eləyirik və sonra gedirik Səfa dağına tərəf. İkinci səy başlayır. Beləcə, demək, 7 dəfə səy edirik Allahın izni ilə və səy edib bitirdikdən sonra Səfa, Mərva dağları arasında qalır ehramdan çıxmaq üçün bircə də əməl. O da saçımızı kəstirmək. Qadınlar qaydacaqlar otaqlarına və saçlarının ucundan kəsəcəklər. Saçı toplayacaqlar və ucundan qayçı ilə kəsəcəklər inşallah. Amma bizlər, kişilər gedəcəyik inşallah bərbərə. Yaxşı olar ki, saçımızın hamısını götürmək, kesəlləmək, hamısını götürmək. Bu daha əfsəldir, daha üstündür. Lakin ola bilsin, məsələn, kimsə eləyə bilməsə qısaltma olar. O da hər tərəfdən bariz görünəcək şəkildə qısalması. Adam var, biraz buradan götürür, biraz buradan. O sayılmır, qardaşlar. Hər tərəfdən götürülməlidir. İndi inşallah orada mən bərbərlər özləri də bilir. Mən də inşallah xatırlayacağım. Kim keçərlətdirmək istəsə ona keçərlətdirərik. Kim qısaltma istəsə ona qısaltma eləyərik.
və bundan sonra artıq ümrə tamamlanır. Bu qədər rahat və demək asandır. Qaradaş olan küncdən başlayıb Kəbəni 7 dəfə tavaf eləyirik. Sonra 2 rükət namaz qılırıq. Sonra zəmzəm içib başımıza zəmzəmlə tökürük. Sonra Səfa, Mərva dağlar arası 7 dəfə gedib gəlib. Sonra çıxırıq məsciddən, gedirik saçımızı kəsirik və beləcə Allahın köməyi ilə ümrəmiz tamamlanmış olur və bu gördüyünüz bu libaslardan çıxırıq. Adi gündəlik demək geyimlərimizə qaydırıq. Bax, ümrə haqqında əziz cəmaat bu qədər. İnşallah ümrəni qutarana qədər çalışın, ətirdən istifadə etməyin, ətirli sabunlardan istifadə etməyin, saçınızdan, bədəninizin heç arada heç nə qopartmayın, başınızı örtməyin. Aydındır, bu yəni kişilərə aid əlbəttə. Qadınlar olsa şəri geyimdə başı örtülüdür. Kremdir, nəm sarfetkadır və s. bu kimi şeylərdən istifadə etməyin. Otağa da gedəcək inşallah. Sabundur, şampundur, əlimizi vurmuruq. Sabundur, şampundur, əlimizi vurmuruq. Ta inşallah ümrəmizi qutarana qədər. Ola bilsin, məsələn, kimsə ümrə vaxtı və yaxud da ümrədən qabaq istəyər ki, məsələn, ehramını çıxarsın, yuyunsun, sərinləsin, sonra olar. Heç bir problem yoxdur. Aydındır. Ehramın suyunu yuyunub, təzdən qurulanıb geyinə bilər. Eləcə də qadınlar, məsələn, istəyirlər ki, yol paltarları ilə yox, başqa bir paltarla ümrə eləsinlər, eləyə bilərlər. Eləyə bilərlər. Bax, bu inşallah qeydləri Allahın izniyle sizler üçün etdim. Allah Teala hamınızdan razı olsun. Uza Allah bizler üçün bu əzəmətli, bu fəzilətli ibadəti asanlaşdırsın. Esselamu aleykum və rəhmətullahi və barakatuhu.